Uşaqlar, salam. Davam edək. Test 6. Deməli, birinci testimizə baxaq. Şəkli yenə biraz götürdüm. Bronko formasını tamamlaması üçün yenə 3, 3. Deməli, 3 vur, 3 vur, 3, 27 kub olmalıdır. 4 bura lazımdır. 2 bura lazımdır. Bir də 3 və bura. Düzdür? Deməli, 3-ün bir tərəfi 4, bir tərəfi 2. Baxaq. Deməli, bu 3, məsələn, buradan bax. 3-ün bir tərəfi 4, bir tərəfi 2 dedim. Bu tərəf 4-dür, amma bir tərəfində bu 3 dənənin 4 bu tərəfində bir bu 4 solunda, 2 sağında olmalıydı. A səhvdir. B-də ümumilikdə heç 3 yoxdur. C və D-yə baxaq. Deməli, 3-ün bir tərəfi 4-dür, bir tərəfi 2-dir. Burada da 3-ün bir tərəfi 4-dür, bir tərəfi 2-dir. Amma burada 2 yan-yana qoyulub. Axı mənə üst-üstə lazımdır və bunun üstünə. Yəni bu şəkildə yox. Olmalıdır. Canlandırın, zəhmət olmasa gözünüzün qarşısına gətirin. Bax, 3 dənəli bax gəldi bura. 3 dənəli. Bax bu. Düzdür? Bu 4 dənə gəldi bunun üstünə. 1, 2, 3, 4. Və fiquru tərsinə çeviririk də. Başa düşdünüz? 2 dənə də gəlir oturur və bura. Ona görə düzgün cavabımız oldu. D variantı. İkinci test. Verilmiş cədvəldə eyni rəngli xanalarla eyni ədədlər fərqli rəngli xanalarla fərqli ədədlər yazılacaq. Hər sıranın yanında o sırada olan ədədlərin cəmi verilib. Ağ rəngli xanalara yazılacaq ədədləri cəmini tapın. Nə bil bunlar A-dır, bozlar B-dir, ağlar da bizə nə verir? S-ni. Düzdür? Yəni A-nın üzərinə B-ləri gəldikdə 19 edir. S üstə gəl, A üstə gəl, S də 17 edir. Və bu ikisini toplasaq alt-alta 2A, 2B, 2C, yəni 2A, 2B, 2C 36-dır. 36-nı da 2-yə bölsək, deməli ABC-nin cəmi 18. Yəni ağ, boz və mavinin birlikdə cəmi 18-dir. Düzdürmü? Düzdür. 18-dirsə. Bu təhlil sistemindən başqa necə həll edə bilərik? Məsələn, ədəd qoya bilərsiniz. Məsələn, 19 deyəndə mənim ilk ağlıma ya məsələn 9-ları yoxlayaram ki, məsələn 9 9 olsa 9 9 18 bura 1 verim. Düzdürmü? O zaman bura 1 versəm 17-dən 1 çıx, bura qalır 8 8. Görək bura düz gəlirmi? 9 8 8 22-dən böyük olur. Tənliklər sistemindən vermək istəməsiniz. Onda məsələn 8 8 ilə yoxlasam 3. Bu 3 olsa 17-dən 3 14 7 7 verərəm. Burada 8 7 7 doğrudan da 3 8 7-nin cəmi 18 olur. Bizdən nəyə soruşur? Ağ rəngli xanalar. Hə, ağ rəngi C-ni 7 tapmışıq. Burada A variantında 7 olar. Diqqətli olun. Ağ rəngli xanalara yazılacaq ədədlər. 4 dənə ağ var. Axı 4 dənə 7 28 D variantı. Nigar 16 kibrit çöpündən istifadə edərək aşağıdakı şəkildə kimi 3 ev maketi qurmuşdur. Bu cür 50 ev maketi qurmaq üçün Nigar neçə dənə kibrit çöpü istifadə etməlidir? 16 kibrit çöpündən 3 ev maketi qurub, düzdürmü? 50 ev maketi qurmaq üçün. Yəni baxaq. Birincidə neçə dənədir? 1 2 3 4 5 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Özü deyirdi zaten 16. Nəyi başa salmaya çalışıram burada? Elə düşünün ki, rəhlə göstərim, tam aydın başa salın. Bax, bir dənə evi qurdum. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Düzdürmü?
Birinci ev üçün mənə tək bir ev qursaydım 6'sı lazım idi, düzdür? İndi bunun yanına ikincini əlavə edəndə 1, 2, 3, 4, 5 əlavə etdim. Biri bu divarda var. Başa düşdünüz? İndi o birisinə baxın. 1, 2, 3, 4, 5. Hər dəfə 5 əlavə gəlir. Yəni 5 arta ara 5 arta gedir. Bundan əvvəlki testlərdə başa salmışdım. Birincinin üzərinə. Məsələn 3 ev qururamsa neçə ara var? 2 ara. 2 vur 5. Olur 16. Düzdür? İndi bizdən 50 ev maketi qurmaq üçün deyir, neçə kibrit çöpü istifadə etməlidir. Düşünək. 50 ev maketi qurmaq üçün bizim burada olacaq. Deməli, 50 ev maketi qurmaq üçün 49 ara olacaq, düzdür? 49, 49'u vurarıq 5'ə, üzərinə 6 əlavə edərik, 251 D variantı. Amma bunun əksi də mümkündür, uşaqlar. Çöplərin sayını verərsiniz də, deyək ki, bu qədər çöp ilə neçə ev maketi qurmaq olar? Siz artıq bayaq da dedim. Məsəl üçün, gəlin özümüzdən bir ədəd qoyaq. Sualın şərtini dəyişirəm. Deyirəm ki, ə, məsəl üçün, bu 50 ilə verib, kiçik rəqəmlə verirəm ki, siz başa düşəsiniz. Deyirəm ki, Nigar 16 kibrit çöpündən istifadə edərək aşağıdakı şəkildə olduğu kimi 3 ev maketi qurdu. İndi Nigar 156 kibrit çöpündən istifadə edərək neçə ev maketi qura bilər? Deməli, qayda necə oldu? 6'nın üzərinə neçə kibrit çöpü? X kibrit çöpüdür, düzdürmü? Amma biz 6'nın üzərinə X çıx 1'in, yəni X sayda ağac varsa bir əskik ara var. Vururuq 5'ə, olur 156. Təmliyi həll edək. 156'dan 6 çıxırıq. X çıx 1 vurulsun 5. Bu bizə verir 150. 150'ni də 5'ə böləndə 30. Cavabı və sevincək gedib 30 yazmayın. Deməli, X çıx 1 30'dursa, Nigar 31 ev maketi qurmaq istəyir ki, orada 156 çöp lazım olur. Gerisi də mümkündür. Bu şəkildə də verə bilər testi. Diqqətli olun. Ən çox 6 nəfərin otura biləcəyi bir masanın ikisi birləşdirilərsə 4 nəfər. Yəni, burada 6'dırsa, burada olacaq 1, 2, 3, 4, 5, 4, 8, 10. Onda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Fikir verdirsə neçə artır? 4, 4 artır. Eyni qayda ilə neçə masa birləşdirməlidir ki, 238 nəfər otura bilsin. Bayaq dediyim kimidir. Eynən bayaq dediyim kimidir. Yəni, 6'nın üzərinə neçə masa? X. X masa varsa, X çıx 1 vururuq ara məsafəyə. Ara neçədir? 4. Və toplayanda cavab 238 alınır. X çıx 1'ə vurub 4'ə, 238'dən çıxırıq 6'nı. Bizə nə verir? 232. X çıx 1 də bərabərdir. 232'ni bölürəm 4'ü 58. Və görürsünüz, cavablarda 58 var. X çıx 1 58 isə, deməli, X olur 59. Yəni, 4-cü testimizin düzgün cavabı C variantı. Niyə X çıx 1? Ağac aralığı yadınızda saxlayın. 10 masadırsa 9 ara var. 59 masa varsa 58 ara var. Demək olar ki, indiyətən bütün testlərdə bunları tapşırıq artıq izah eləmişəm. Sadəcə biraz diqqətli olmaq lazımdır. Sadəcə biraz diqqətli. Çünki test niyə getdi? Bir dəqiqə qaydaq geri. Çalışın, sadəcə şərti həmişə diqqətli oxuyun. Başqa bir şey lazım deyil. Nə deyir? Sual. Aha, sual əvəzinə uyğun variant hansıdır? Uşaqlar, burada bilirsiniz nə eləyib? Bax, bu figurdan bu alınıb deyir, düzdürmü? Bir diqqətlə baxsaz, tən ortadan bölüb, bunları bölməyib, üst-üstə qatlayıb.
Üst-üzə qatlayanda nə baş verir? Bir e, tam simmetrik köçür. Bax, bu hissə tam simmetrik hissə buraya köçür. Bu hissə tam simmetrik bura köçür. Baxın, bax, bu görsünüz, ağ, qara. Buradakı ağ da bura köçüb. İndi bura baxın, tam simmetrik olanda bu bura köçəcək. Bunlar öz yerində qalır. Bu, bu bura köçəcək. Bu isə hara gələcək? Tam simmetrik olanda bax bura. Düzdürmü? Baxın, 2 dənə ağ, 2 dənə qara. İndi bunu simmetrik köçürdürəm. Deməli, qara gələcək bura. Bax, bu hissədə olacaq qara. Deməli, burada qara olmalıydısa, bax, burada qara olmalıydı. B səhvdir. Burada da qara olmalıydı. A da səhvdir. Variant çıxmaq həmişə köməyimizə gəlir. Sonra bu qara öz yerində qalır. Bu da qara gəldi. İndi ağları da başqa rənglə göstərim. Bax, bu köçüb gələcək bura. Amma burada görürsünüz, boş olub. Bu da səhvdir. Deməli, gələcək bura. Bu isə tam simmetrik olaraq gələcək bura. Yəni D variantı. Bir də kağızlar üzərində məndən olsa biraz məşq edin uşaqlar. Onu görə bilmək üçün. 7-ci testə baxırıq. Yenə birinci rənglərə baxıram. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. 3 dənədən bir rənglər təkrarlanır. 139-cunu soruşursa 139-u bölürəm 3-ə. Həmişə nə demişəm? Önəmli olan qalıqdır. 46 qalıq 1. Yəni rəng birinci rəng. Yəni B və D getdi. Amma bu ağ nöqtələrin yerinə baxın. 1-də buradadır, 2-də buradadır, 3, 4, 5-də yenə öz yerinə gəldi. Yəni rəng dairə 4 dənədən bir təkrarlanır. Ona görə 139-u bölürük 4-ə, 34 qalıq 3. Yəni ağ dairənin yeri 3-cü şəkildəki kimidir. Ağ dairənin yeri, yəni bu şəkildədir. O da olacaq C variantı. Yəni buradadır. Başa düşdük? Buna aid o biri testlərdə artıq izahlar vermişəm. 8-in də gəlsə qəşəng yolunu öyrət. Variant çıxmaqla. Bu birinci, bu ikinci, bu üçüncü, bu dördüncü. Bir də deyir ki, ortaq tərəfi olan iki kvadratda eyni hərflər olmaması üçün boş hissəyə göstərilənlərdən hansı qoyulmalıdır? Deməli, A-nı 4-ün kənarında A, B, B olmamalıdır. 4-də, onda bu 1-dirsə, bu 2-dirsə, bu 3-dürsə, bu 4-dür. Bu 1, bu 2, bu 3, bu 4, bu 1, bu 2, bu 3, bu 4, bu 1, bu 2, bu 3, bu 4. 4 B A və B ola bilməz. Yəni B variantı səhvdir. 4-də B yazılır. 3-də ortaq eyni hərf olmamalıdır. D, Y. Nə? Bu Y-dir də deyəsən, yoxsa S-dir. Yox, S-dir. 3, D və S olmamalıdır. Deməli, 3-ə S yazıb, bu da getdi. 2, Y olmamalıdır. Y, 2, Y olmamalıdır. Bu da götürüb 2-yə Y yazıb. Variant çıxanda ilə düzgün cavabımız nə qalır? A variantı. Çox asan, çox rahat. Tərəzi ən sevdiyim. Nə deyir? Bax, tərəzinin həll qaydası budur. Tarazlıq nöqtəsinə 0 yazırıq. Sağa və sola nömrələyirik. 1, 2, 3 eyni şey bu tərəf üçün də nömrələyirik. 1, 2, 3, 4, 5, 1, 2, 3. Düzdürmü? İndi nə edirik? Sağdakıları və soldakıları tarazlaşdırmalıyıq. Necə? 5-dən 14 kiloluq yük asılıb. 2-dən də 10 kiloqramlıq. Bunları vurub toplayırıq. 90. Burada neçə asılıb bilmirəm. Yəni, bunların cəmi bunun cəminə bərabər olmalıdır. Yəni, 3 vur x da 90 olmalıdır. Onun üçün 93-ü bölürəm. Cavab olur 30. Yəni, bu nömrələməsə də siz özünüz bu nömrələri yazmalısınız. Düzgün cavab oldu. B variantı. Gəldik sonuncu testə. Bu testlərin də sizə asan yolunu deyim. Eni 17 santim, uzunluğu 60 santim olan düzbucaqlı şəkildəki kağızdan artıq isə qalmayacaq şəkildə ən az neçə kvadrat hissə əldə etmək olar? Deməli, 60-ı bir dəfə bölürəm. 60, yəni 60 olan hissə, bax, nətə başa salım onu sizə. Birini şəkil üzərində izah verirəm. Amma mən onu şəkillə demirəm də, yəni qayda ilə verəcəm. Prosto nə demək istədiyimi bir şəkillə başa salım sizə. Bax, belə düşünün ki, bura 17-dir, düzdürmü? Burada 60-dır. Bir dəfə 60-ı bölürəm 17-yə. Yəni 60-ın içərisində neçə dənə ən az deyil. Neçə dənə 17 kvadrat yerləşdirmək olar? 3 qalıq 9. Yəni nə deməkdir? Məsələn, bax, bura 17-dirsə,
Təxmini deyirəm də, düşünün ki, bu da 17-dir, bu bir 17-nin 17-yə, bu bir 17-nin 17-yə, bu da məsəl üçün də belə tam, indi bura 9 olmadı axı. Başa düşdünüz necə? Bax, bu qalan 9 budur, bu 9 budur. Sonra nə edəcəyik? Götürəcəyik bu 17-ni, qalan 9-a böləcəyik ki, görüm 17-nin içində neçə 9 yerləşər. Mən şəkli düzgün çəkməmişəm. Siz başa düşdünüz? Yəni burada 9 olmalıdır ki. Sonra mən düşünürəm ki, 17-nin içinə bax, evi tutaq ki, burada 9 qalıb. Düzdürmü? Evi bu da 9-dur. Başa düşdünüz? Bura neçə dənə 9 yerləşdi? Bir dənə. Aydın oldu nə demək istədiyim? 1 qalıq 8. Sonra düşünürəm ki, indi tabaq görək. Burada da qalıq neçə qaldı? 8. Davam eləsək, əgər burada 8-dirsə, bu qalan 9-un qalan hə, qalan 9-un içərisinə neçə dənə 8-lər yerləşdirə bilərik? 9-u da bölürük 8-ə. Burada bizə nə qalır? Burada neçə qalır? 1 qalıq 1. Ən axırda da nə edirik? Deməli, bura bir dənə 9-u 8-ə böldük, düzdürmü? 1 qalıq 1. Sonra nə edək? Bizdən soruşur ki, ən az neçə ola bilər? Orada 1 qalıb, düzdür? Yerdə qalan o 8 var, 9-un içərisində bir dənə 8 yerləşdirdik axı. Yerdə qalan 8-i də 1-1 kvadratlara bölürük. Və bu qalan 1-1 kvadratları, orada da qalır 8. Yəni ümumi kiçik kvadratların sayı 3, 1, 1, 8. Toplasaq neçə olur? 13 B variantı. Mən o şəkillə başa salmaq yəni çalışacağım, amma söz vermirəm. Çünki burada biraz şəkil çox önəmlidir. Əvvəl bura 17-dirsə, o 60-ı 17-yə niyə böldük? Bax, əvvəl burada belə 3 dənə 17-dən 17-yə kvadrat düzəltdim. Gördünüz? Burada 17-dən 17-yə. İndi tutaq ki, deyir, burada 9 qalıb. Sonra bunun içərisinə 9-un 9-a yerləşdirdim. Bir dənə. Başa düşdünüz? Bax, bu. Məsələn də bu kvadrat olsun. Bunu yerləşdirəndən sonra yerdə qalanı 8-ə yerləşdiririk ki, bu yerdə qalanda neçə? 8-in 8-ə yerləşdirmək olar. Başa düşdünüz? Bu yerdə qalan hissəni isə 1-in 1-ə yerləşdiririk. Yəni ümumi 3, 1, 1, 8. Ölçüləri fərqli olur, amma kvadrat olur hamısı. Sorduları buyurun. Bu da oldu bizim 10-cu testimiz. Bitti. Uşaqlar, uğurlar arzu edirəm. Gedin bunları yüklüyün YouTube kanalına. Yəni tavsiyəcəm ki, davam edin. İmtahana kimi çox istəyirəm ki, bütün kitabın izahını çəkim yerləşdirim səhifədə. Uğurlar.